Baxın, bugün mən deyərdim ki, dünyanın üzləşdiyi, qarşılaşdığı ən ciddi problemlərdən biri də bu hüzur məsələsidir. Mənəvi rahatlıq məsələsidir. Yəni, bugün baxırsan ki, statistikalarda çox qəribə faktlarla adam üzləşir. Görürsən, insan hər cəhətdən imkanlıdır, milyonerdir. İstənilən dünya, yəni ləzzəti bunun üçün əl çatandır. Lakin buna baxmayaraq insan mənəvi cəhətdən böhranların içərisindədir və insan gedir intihar edir. Bu nəyə göstərir? Bu onu göstərir ki, maddi ehtiyacların yanında bir də bizim mənəvi ehtiyaclarımız var ki, bunlar balanslaşmış halda olmalıdır. Yəni təkcə maddi ehtiyaclar təmin olundu, məsələ bitir, belə deyil. Bu maddi ehtiyaclar təmin olandan sonra bir də mənəvi ehtiyaclar var ki, bu mənəvi ehtiyaclar təmin olmasa, bunun sonu hətta intihara can gedib çıxa bilir. Ona görə bugün məsələn, görürük dünya müstəvisində, dünya səviyyəsində insanlar müəyyən təlimlərə, spiritual təlimlərə üst tuturlar. Məsələn, yoga təlimlərinə üst tuturlar və ya digər təlimlərə üst tuturlar. Nəyə görə? Çünki onlar mənəvi hüzur axtarırlar. Məsələn, bu yaxınlarda Türkiyədə, İngiltərədən gələn bir xanım məsciddə hidayət oldu və müsəlmançılığı qəbul elədi. Məsələn, açıqlamasında deyir ki, mən məsciddə girəndə orada elə bir ab-hava gördüm, elə bir hüzur tapdım orada, onu başqa yerdə görmədim və bu səbəb oldu ki, o İslamı qəbul etsin. Demək odur ki, insanların ac qaldığı, insanların ehtiyac duyduğu əsas fundamental məsələdir bu ehtiyac. Və din gəlir bunu təmin edir və müxtəlif səbkidə formada təmin edir. Məsələn, birinci nəzəri olaraq bu ehtiyacları təmin edir. Məsələn, insanlara təlqin edir ki, sizin varlığınız müvəqqəti deyil. Sizin varlığınız əbədidir. Siz yalnız bu dünyada həyat sürüb sonra məhv olmayacaqsınız. Bu dünyanın ötəsində o biri dünya var və orada əbədiyyət var. Baxın, bu yaşayış üçün böyük bir stimuldur. Çünki əbədiyyət insanın ehtiyac duyduğu ən təməl bir ehtiyacdır. Mən sizə maraqlı bir fakt deyim. Bu yaxınlarda bir dost vardı Cənubi Koreyadan, onunla yazışırdım. Deməli, buddistdir bu. Və din haqda müzakirələrimiz oldu. Mən ondan soruşdum ki, buddizmdə sizi cəlb edən nə var, maraqlı? O mənə bir şey dedi, özü ali təhsilli insandır. Yəni, hər cəhətdən, maddi cəhətdən bütün ehtiyaclarını təmin edə bilir. O mənə bir fakt dedi, mənim üçün çox maraqlı oldu. Dedi ki, rahiblərə burada, bu buddist rahiblərə qulaq asırıq. Onlar bizə əbədiyyətdən danışırlar, əbədi həyatdan danışırlar. Bu bizim üçün çox cəlb edicidir. Və bu səbəb olur ki, mən onlara qulaq assın, bu təlimlərdə iştirak edeyim, ayinlərdə iştirak edeyim. Bu onu göstərir ki, əbədi həyat insanın ən təməl ehtiyacıdır. Hətta bəzi insanlar gənc yaşlarında inançsız olsalar da, ateist olsalar da görürsünüz ki, yaşlaşan vaxtı o ehtiyacı hiss edirlər və ya o ehtiyac daha da qabarır və başlayırlar